Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Baş prokurorluq uşaq evində seksual zorakılığa görə 10 il müddətinə azadlıqdan məhrum edilən Məhəmməd Hacıyevin həbsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirilib. Baş prokurorluğun mətbuat xidmətinə Oxu 24.com-un sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 3 saylı uşaq evi sosial xidmət müəssisəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Məhəmməd Hacıyev Cinayət Məcəlləsinin 153-cü seksual xarakterli zorakılıq hərəkətləri 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq ötən il dekabrın 9-da ittiham aktı Xətai rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.